həyatımda içdiyim ən gözəl içkilərindən biri. Allahım, necə möhtəşəmdir. Simuzərin birinci bölümünə xoş gəlmişsiniz. Bıçaq yaddan çıxıb. İndi də qaşıq yadından çıxıb. Buz da gətirin. İngredientlərimiz bunlardır. Birinci, banan. Köhnəlmiş, aşırı yetişmiş, artıq yeyiləcək vəziyyətdə olmayan, amma istəsən yeyilə bilən, hətta ataların və babaların banan belə yeyilməlidir dediyi tipdə bir banan. Bunu ortalayaq. Şirin qırmızı bir alma. Təbii ki, mən smutiləri nə edirəm? Evdə olan məmulatlardan istifadə edib, xəyal gücüm və ChatGPT-ni Allah əlimi kəsdim desən. 3 dənə ərik. Əriklər də artıq həqiqətən yeyilməyəcək vəziyyətdədir, amma içiləcək vəziyyətdədir. Bu ağzından kimi doldu. Bir də gilas, ağ gilas. Əslində 4 dənə ağ gilas istifadə edin demişdi. Amma mən nəsə 4 dənə az gəldi. Sanki 4 dənə gilasdan nə olacaq deyə bir düşündüm. Mən bunu niyə əlimlə elədim ki? Tumsuz gilas. Bir gilası soymağın bu qədər çətin olacağını heç vaxt düşünməmişdim. Lənət olsun, çəyirdəyini atdım içine. Paytdadan. Mən bu işi deyəsən bacarmayacağım. Aha, tapdım. Nəsə, gilaslı milkshake son oldu deyəsən. Sonra marojna. Süd yaddan çıxdı. Süd. 100 milli süd. Marojnaya gətirim gəlin. Məndə sadəcə Bakılı qız qalıb. Çörəklə bir yerdə salsam nə ola bilər ki? Bir qaşıq demişdi. Yaxşı ki, bunun yarısını kəsək qoyaq. Bir dənə də Montenegro'da otelin səhər yeməyindən fırlatdığım fındıqlı bir şokolad yağı var. Nutella yerinə də istifadə oluna bilər. 25 qram da bundan. Və təbii ki, hər soyuq içkinin olmazsa olmazı buz. 1, 2, 3, 4, 5, bəsdir. İndi ən sevdiyim ana gəldik. Salcalation. Milkshake'imiz hazırdır. Təbii ki, dadına baxandan sonra adını qoyacağıq. Çünki dadını bilmədiyin şeyin adını qoymazsan. Bu milkshake'lərdəki qatılıq məni öldürür də, yəni konkret. Baxaq dadına. Həyatımda içdiyim hər yeni milkshake kimi bu da həyatımın ən gözəl içkilərindən biridir. Bunun adını çəhrayının olmayan tonu qoyacağım. Çəhrayı yox. Çəhra deyil bu. Ağlıma amma çəhraya gəldi. Ona görə çəhrayı olaraq saxlayacağım. Pipet də boş şeydir. Zaten sadəcə bəzək üçündə. Top-up. Allahım, necə möhtəşəmdir. Daha da soyuq olmağını istəsəydim, 1-2 dənə də buz qoya bilərdim ki, zaten qatılığı yaxşıdır. Yəni biraz daha duru olsaydı bu problem olmazdı. Sən mənim gördüyüm ən çəhrayı olmayan çəhrayısan. Möhtəşəm, inanılmaz. Bu smoothie-ni bu gün evə qaça-qaça eləyin. Mən gedirəm PlayStation-da Spider-Man oynaya-oynaya çəhrayımı içməyə. Marojnamı da yiyeyim. Ərimiş marojna. Necə möhtəşəm bir şeysən sən.